Salam değerli izleyiciler, hoş gördük hər birinizi. Bizimle bir kanalı kənd həyatından gündəlik olarak hayat tərzindən çəkiliş edir. Bu günləri biz bunlar eşyaydı bildiğimiz, bu da arabasıdır. Buna eşya araba deyirlər. Kənd həyatında ən çox istifadə olunan nəqliyyat vasitəsi kimi bir şey deyək. Sürf çağıdır, qəşəng. Səhər tezdən sərin hava var, şehli hava. Biz gedirik işimizin dalıyla. Biz gedirik işimizin dalıyla. Biraz işlerimiz var. Güneş çıxmamış işlerimizi görək. Yani bu da at əvəzidir da. Yani əslində buna kiçik at deyirlər da. Yani indi tam at əvəz edə bilməz, amma bu da at əvəzi bir şeydir. Yani buna eşşək deyirlər, ulaq deyirlər. Yani gündəlik olarak bu da bizim həyat tərzimizdə bizə yəni böyük dəstək olur, böyük köməklik edir. Məsələn biz sahələrimizdən ot çıxardırıq. Yəni bunların vasitəsilə, bunların köməkliyi ilə nəsə bir yükümüz olanda məsələn daşıyırıq sahələrdən. Yəni bu da onun arabasıdır. Yük yığmaqdan ötürü arabadır. Buna biz yükümüzü yığırıq, daşıyıb götürürük. Bu da gündəlik olarak kənd həyatında ən çox istifadə olunanlardan biridir. Eşya arabası deyirlər buna. İndi at arabası deyil. Yəni biraz eşyalarımız zəif gedir nəticə. Biraz yox, demək olar ki, çox zəif gedir. Biraz zəif getdiyinə görə də həm də eşyamızın biri xamdır, sağ tərəfə çəkir nəticə tez-tez. Onun üçün biraz ayağı dolaşa-dolaşa gedir. Bu qıraqla gəlsin. Yolumuz hələ uzaqdır, hələ gedəcəyik sahələrə. Ha! Çok koyu. Peki. Eşyalarımız yaxşı yorğa gedəndə, amma biraz xamlığı var nəticə bunun. Rahat çəkmir. Çox xamdır. Yəni arabanın nə orta qolunda gedir, nə sağ qolunda gedir. Getmək istəmir.